Salam əziz dostlar, əziz izləyicilər. Gəlin buraxılışa düşə biləcək bir sualın cavabına baxaq. İlk öncə incorrect, yəni səhv cavabları bizdən istəyir, səhv cavabı istəyir daha doğrusu. Gəlin baxaq yoldaşlar. İlk öncə Y variantından başlamaq istəyirəm. Amma FU-dan sonra FU nə tələb edir? Cəm. Minus gəlib cəmdir, düzdür. Düz olduğuna görə bu cavabı çıxırıq. Çünki bizdən səhv istəyir. Matchdan sonra nə gəlir? Sayılmayan isim gəlir. Sayılmayan. Enerjide sayılmır, getdi. Menüdən sonra nə gəlir? Cəm. Turist cəmdir, getdi. Burada ümumiyyətlə buradakı a little, biz little-ın iki mənası var da, balaca deməkdir. Yəni quantifiers, yəni kəmiyyət bildirən sözlərlə əlaqəsi yoxdur. Çox adam çaşıb burada a little deyər ki, bu da səhvdir. Çünki niyə? Sayılmayan gəlməlidir. Amma yox, burada a little balaca mənasında olur. Belə getdi. FU-dan sonra time sayılmayan sözdür, amma FU-dan sonra cəm gəlməlidir. Cavab olacaq A variantı. Əgər time dəfə mənasında sayılırdısa belə buraya salınmalı idi. Sağ olun, salamat qalın.